20 sentyabr Dövlət Suverenliyi günü iş günü hesab edilən bayram günü olub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi əmək məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Qanuna əsasən Dövlət Suverenliyi günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib. Təhsil alanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlanıla biləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi əmək məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Qanuna əsasən, təhsil alanlar istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.